Artıq biz qalxanvari vəzinin sol payını qaydan qırtlaq sinir üzərindən ayırdıq və burada istərdim sinir cihazının əhəmiyyəti haqqında məlumat verim. Bizə ən çox dinləyicilər də, eyni zamanda izləyicilərimiz də çox suallar yazırlar ki, bəs doktor, bu sinir cihazının bu əməliyyatlarda əhəmiyyəti nədir ibarətdir? Yəni sinir cihazı bilavasitə, yəni xüsusi detektordur. Bunun vasitəsilə biz siniri müəyyən edirik. Və sinir müəyyən edildikdən sonra isə bilavasitə görüntüsü, yəni səs tellərinin elektromioqrafik görüntüsü monitorda elektromiyogramma kimi bir qeyd alınır. Və biz bilərik ki, bəli, həmən müəyyən etdiyimiz məhz sinirdir. Çünki bəzi hallarda qalxanvari vəz böyük olur və yaxud restiv zoblarda, təkrar əməliyyatlarda, qalxanvari vəzin bədxasəli xərçəngində yəni sinir cihazının əhəmiyyəti çox böyükdür, yəni danılmazdır. Və bu xəstədə də, yəni bu da tiroiddə olan bir xəstədir, qalxanvari vəz sərtdir. Və biz nə müəyyən etdik? Yəni qalxanvari vəzin arxa səthində bir sinir keçir. Məsələn, həmən siniri rahat bir şəkildə bir detektor vasitəsilə müəyyən etdik. Yəni sinir çox incə olur. Yəni bəzən görsən bizə sual verirlər ki, doktor, sinirin qalınlığı nə qədərdir? Sinir qalınlığı 2 mm, bəzən 3 mm olur. Və burada da gördüyünüz məhz bu ağ, yaxınlaşın. Bu ağ sinirdir. Görürsünüz, sinir. Yəni biz məhz bunun üzərindən qalxanvari vəzi ayırırıq. Bu sinir bilavasitə buradan qırtlağa daxil olur və tamlığı var, yəni tamlığını yoxladıq, zədələməmişik və buradan isə səs tellərini inervasiya edir. Və bu da monitorda görüntü olaraq qeyd alınır. Yəni bu xəstəyə biz əməliyyat zamanı bilavasitə əməliyyatın gedişində də proqnoz verə bilirik ki, əməliyyatdan sonra da xəstənin səsində heç bir problem olmayacaq. Çox sağ olun. Hə, işığı verin.